Salam, hər vaxtınız xeyir olsun. Mən Səidə müəllimə bu gün sizinlə Camal müəllimin hazırladığı 30-lu sınaq kitabından demək 3-cü bölmənin suallarına baxacağıq. Birinci sınaq 3-cü bölmədə sınaq 1-in suallarına baxaq. Sınaq 1-də deyir ki, P6 A3 C0 çiçək formuna malik bitki haqqında yanlış fikri müəyyən edin. Deməli bizim çiçək düsturumuz necədir? P6 çiçək düsturumuz belədir də. P6 A3 C0. Burada P nəyi göstərir? Bu P onu göstərir ki, bunda sadə çiçək yanlığıdır. Sadə çiçək yanlığı. Yəni bunlarda yalnız çiçək yanlığı sadə yarpaqçıqlardan ibarətdir. A nədir? A bizim andrese, yəni erkəkciyimizdir. Bizə burada çiçək düsturunda göstərir ki, bizim erkəkciyimiz 3 dənədir. C nədir? C bizim cinsiyimizdir. C düsturunda göstərir ki, cinsiyyi nədir? 0-dır. Yəni cinsiyimiz yoxdur. Onda bizə nəyi göstərir? Onda göstərir ki, bizim erkək çiçəyimizdir də bu. Çünki bizim andresiyimiz 3-dür, cinsiyimiz yoxdur. Cinsiyə, yəni dişiciyimiz olmadığı üçün, deməli, erkəkciyimiz olduğu üçün, deməli, bu hansı çiçəkdir? Erkək çiçəkdir. Əgər əks olsaydı, yəni məsələn P6, A0, C1 olsaydı, cinsiyimiz 1, andresiyimiz 0 olduğu üçün bu olacaqdı dişi çiçək. Aha, indi demək, cinsiyin başqa mənası nədir? Dişicik. Bunu da qeyd elədik. İndi gedək suallarımıza baxaq. Deyir ki, yanlış istəyir bizdən. Yumurtalığa malik deyil. Buradan qeyd edirik, bu erkəkdir. Erkək çiçəkdə yumurtalıq varmı? Erkək çiçəkdə yumurtalıq yoxdur. Ona görə bir düzdür. Tozluqlara malikdir, bəli. Erkək çiçəkdə tozluqları var. Sadə çiçək yanlığına malikdir, bəli. P6 olduğu üçün sadə çiçək yanlığıdır. Yəni P olduğu üçün belə deyim, sadə çiçək yanlığıdır. Əgər 2 qat çiçək yanlığı istəyirsə bizdən, 2 qat çiçək yanlığı zamanı necə olur? 2 qat çiçək yanlığı zamanı olur. Məsələn, K5, C5, A5, C1. Baxın, bu 2 qat çiçək yanlığıdır. Çünki kasacıq 5-dir, ləçək 5-dir. K kasacıqdır. Çiçək düsturunda. Kasacıq. C isə nədir? Ləçək. Ona görə K5, yəni kasacıq 5-dir, ləçək 5-dir. Bu 2 qat çiçək yanlığının olduğunu göstərir. Ona görə düz deyir, sadə çiçək yanlığıdır. Çünki bizdə P-dir. Hermafroditdir, baxın, erkək çiçəkdir bu. Erkək çiçəkdə hermafrodit ola bilməz axı. Bu yalnız bir cins olur burada. Bu da erkək cinsidir, yəni erkək çiçəkdir. Ona görə D variantı nədir? Səhvdir. İkincidə deyir, dişiciyi çıxarılmış tam çiçəkdə verilənlərdən hansı əmələ gələ bilər? Dişiciyi çıxarılıbsa nə ola bilər? Bunun rüşem ola bilərmi? Ola bilməz. Çünki dişicik biz deyirik ki, 2 qat mayalanma dişicikdə baş verir də, yəni dişiciyin yumurtalığının içərisində olur. Ona görə A variantı deyil. Toxum yarana bilərmi? Xeyr, yarana bilməz. Çünki dediyim kimi mayalanma olmalıdır ki, toxum yaransın. Mayalanma olmadan toxum əmələ gələ bilməz axı. Mikrospor erkəkdə olur. Yəni tozluğun içərisində tozcuqların bölünməsindən yarandığı üçün dişicik çıxarılıbsa, bunun ona belə deyim də, dişicik aidiyyatı yoxdur. Ona görə cavabımız C variantı. Yəni dişicik çıxarılsa da mikrospor olacaq. Makrospor dişicikdə olduğu üçün ona görə D variantı da düzgün deyil. Üçüncü sual deyir, uyğunluğu müəyyən edin. Baxın, şəklə diqqətlə yetirsək, görəcəyik ki, burada həm dişicik var, həm erkəkcik var. Yəni bu yuxarıdakı hissə erkəkcikdir. Baxın bu hissə. Bu erkəkcikdir. Erkəkcik sap ilə tozluqdur. Bu hissə isə dişicikdir. Dişiciyin bu yumurtalığıdır, bu sütuncuqdur, bu da ağızcığıdır. Yəni bir çiçəkdə həm erkəkcik var, həm dişicik var. Deməli bu hansı çiçəkdir? Bu iki cinslidir. İki cinsli. Çünki həm erkəkciyi var, həm dişiciyi. Buna baxıram, görürəm ki, burada deməli, yalnız dişiciyi, nədir onun adı? Aşağıda yumurtalıqdır, bu sütuncuqdur, bu ağızcıqdır. Burada deməli, yalnız dişi çiçəkdir. Dişi. Bu isə yalnız nədir? Tozluqdan erkəkcik sapdır. Deməli, bu da nədir? Erkək çiçəkdir. Deməli, burada nədir? Bir cinslidir. Bir cinsli, amma bir evlidir. Çünki baxın, bir evin, bir budaqdadır da bu. Ayrı-ayrı budaqlarda deyil ki, bir budaqda olduğu üçün bu nədir? Bir evli. Elə bir evin içərisində yuxarı mərtəbədə erkək çiçəkdir, aşağı mərtəbədə dişi çiçəkdir. Burada üçüncü baxıb görürəm ki,
Deməli, üçüncüdə dişi, bir də erkək. Burada isə yenə ikincinin eynidir. Sadəcə ikincidən fərqli xüsusiyyəti nədir? Burada ayrı-ayrı yerlərdədir. Məsələn, burada ikisi də bir yerdədir. Bir bitkinin üzərindədir, bir budaqdaydı. Burada ayrı-ayrı yerlərdədir. Deməli, bu da nədir? Deməli, bu da bicinslidir, amma iki evlidir. İki evli. Deməli, bu bir cinsli bir evlidir. Bu isə nədir? Bir cinsli, amma iki evli bitkidir. İndi gəlin baxaq variantlara. Deyir, A iki cinsli çiçəyə malik bitkidir. İki cinsli çiçəyə malik hansı idi? Birinci idi, düzdür? Deməli, birinciyə nə aid olacaq? A. Variantlara baxıram görüm, birdə aid olmayan C variantı var. Ona görə birdə deməli B olduğu üçün C variantı getdi. Deyir, bicinsli çiçəyə malik iki evli bitkidir. Baxaq, bicinsli çiçəkli iki evli hansıdır? Üçüncü. Deməli, üçə nə aid olacaq? B. 3-ə baxıram, burada 3-ə B aid olan D variantında 3-ə C D-ni veriblər. Ona görə D variantı da gedir. C-də deyir, bicinsli çiçəyə malik bir evli bitkidir. Bir evli hansıydı? İkinci. Baxın, bu bir evlidir. Bir evli bu olduğu üçün, deməli, ikinciyə aid olduğu üçün ikinciyə də aid olacaq C. Deməli, 1A, 2C, 3B. İndi baxaq görək, D-yə baxıram. Tozuq və yumurta hüceyrəsi ayrı-ayrı fərdlərdə əmələ gəlir. Baxın, ayrı-ayrı fərdlərdə əmələ gəlir deyirsə, burada bir fərddədir. Bir bitkinin içərisində əmələ gələcək. Amma burada isə baxın, ayrı-ayrı yerlərdədir. Yəni, burada dişidir, burada erkəkdir. Tozuq burada olacaq, deməli, yumurta hüceyrə burada olacaq. Ayrı-ayrı yerlərdə olacaq. Ona görə 3-ədən aid olacaq D. Deməli, 1A, 2C, 3-ə B-dir. Cavabımız olacaq nə? A variantı. Keçirəm növbəti suala 4-ə. Hansı bitkinin tozlanma üsulu şəkildəki kimidir? Baxın, burada artıq həşərat görürüksə, deməli, burada nədir? Həşəratla tozlanmadır. Noxuddur, noxud öz-özünədir. Öz-özünə. Buğdadır, buğda da öz-özünədir. Darı, darı da öz-özünədir. Amma günə baxan isə nədir? Günə baxan həşəratla tozlanmadır. Ona görə cavabımız olacaq nə? D variantı. Keçirəm növbəti suala. 5-cidə. Gəlin 5-cidə bir-bir hər biri nədir ona baxaq. 5-cidə deməli zetimiz nədir? Zetimiz gördüyünüz kimi tozluqdur. Deməli zet tozluq. T nədir? T-ni burada deməli ləçək olaraq göstərirlər. Yəni ləçək və yaxud da məsələn biz tac da deyə bilərik. Çünki bir ləçəklər birləşib tac əmələ gətirir. Mötərizədə hər ehtimala yazıram tac. Y-ımız nədir? Y-ımız içəridə olan bu deməli yumurtalıqdır. Yumurtalıq. X-ımız nədir? X-ımız isə bizim kasa yarpaqlarımız və yaxud da kasacıq da deyə bilərik. Kasa yarpağı. Kasa yarpaqları birləşib kasacığı əmələ gətirdiyi üçün kasacıq da qeyd edirəm. İndi baxaq. Z və Y çiçəyin reproduktiv orqanıdır. Bizdən doğrunu istəyir. Z-im tozluqdur, Y-ım yumurtalıqdır. Bəli, reproduktiv orqanlardır. Bir düzdür. Sadə çiçəyin yayanlığına malik çiçəklərdə X olmur. Sadə çiçəyin yayanlığına malik çiçəklərdə X olmur. Demək, kasa yarpaqlar olmur, düz deyir. Sadə yarpaqçıqdan ibarətdir. Daha sonra düşümü aşağıya. X və T birlikdə tac əmələ gətirir. X nə idi? X bizim kasacığımız idi. T də bizim tacımız idi. X-lə deməli T birləşib tac əmələ gətirirmi? Xeyr. T özlüyündə tacdır artıq. Ona görə birləşib tac əmələ gətirmir. 3 səhvdir. X-lə T birləşib nəyə əmələ gətirə bilər? Çiçək yanlığına yaradır. Kasacıqla tac birləşir, çiçək yanlığına əmələ gətirir. Ona görə 3 səhvdir. İki evli bitkinin çiçəyi ola bilər. İki evli bitkinin çiçəyi ola bilməz uşaqlar. Niyə? Çünki iki evli bitkinin çiçəyi olsaydı burada ya erkəkcik olmalı, yəni ya erkək çiçək olmalı, ya dişi çiçək. Yəni iki reproduktiv orqanın ikisi də burada var. Yəni həm dişicik var, həm erkəkcik var. Əgər həm dişicik, həm erkəkcik varsa bu iki evli olmur. İki cinsli olur. İki cinslilərdə bir evli olur, iki evli olmur. Ona görə 4 getdi. Çoxtoxumlu meyvə əmələ gətirə bilər. Çoxtoxumlu buradan əmələ gətirə bilərmi? Gəlin onu deməli öyrənək. Çoxtoxumlu meyvə əmələ gətirə bilər.
Niyə? Çünki gördüyünüz kimi burada deməli balaca toxumlar var, yəni yumurtacıqlar var. Yumurtacığın sayı çox olarsa, bəli, onda çox toxumlu meyvə əmələ gəlir. Çünki bilirik ki, toxum yumurtacıqdan yaranır. Yumurtacığın sayı çox olarsa, meyvənin də sayı çox olur. Daha doğrusu toxumun da sayı çox olacaq. Ona görə 5 də düzdür. Deməli cavabımız olacaq 1, 2, 5. Bu da B variantında var. Keçirəm növbəti suala. Hermafrodit çiçəkdir. Hermafrodit çiçək hansı çiçəklərdir? Əgər bir çiçəkdə həm androsey, həm də ginesey varsa, bu hermafroditdir. Baxıram, burada androsey sonsuz, ginesey 1 deyir. Deməli, bu hermafroditdir. Burada androsey 0 dediyi üçün 2-ni qəbul eləmirəm. 4-də ginesey 0 deyir. Ona görə 4-cüdə gedir. 3-cüdə androsey 10, ginesey 1 olduğu üçün 3-də düzdür. 1 ilə 3 cavabımız olacaq A variant. Keçirəm 7-yə. İki evli bitkilər iki cinsli ola bilər. İki evli bitkilər bizə deyir iki cinsli ola bilərmi? Deməli, iki evli bitkilər, baxın iki cinsli. İki cinslər bir evlidir. İki cinslər iki evli ola bilməz. Bir evli bitkilər mütləq iki cinsli. İndi mütləq iki cinsli bizə deyirsə, deməli mütləq iki cinsli ola bilərmi? Xeyr, mütləq biz deyə bilmərik mütləq iki cinslidir. Ona görə B variantda gedir. Bir evli bitkilər mütləq bir cinslidir. Bir evlilər mütləq bir cinsli. Xeyr, bir evlilər ola bilər ki, iki cinsli, daha doğrusu bir evlilər bir cinsli, mütləq bir cinsli. Xeyr, bir evlilər mütləq bir cinsli olmur. İki evli bitkilər mütləq bir cinslidir, bəli. İki evlidirsə, yəni bir çiçəkdə, məsələn, burada erkəkcik, burada da dişicikdirsə, yəni iki evlidirsə, mütləq bu təbii ki, nədir? Bir cinslidir. Amma məsələn, deyir, bir evli bitkilər mütləq bir cinslidir. Bir evlilər ola bilər ki, məsələn, bir cinsli də olmaya bilər. Ona görə düzgün cavabımız olacaq nə? D variantı. 8-də şəkildə bitkinin hansı xüsusiyyəti təsvir olunmuşdur? Bu getgide neyinir? Gördüyünüz kimi bu proses getgide böyüyür. Yəni bitki yavaş-yavaş neyinir? Cücəlir və böyüməyə doğru gedir. Bu da olacaq ona görə cavabımız D variantı. 9. Tam çiçəyə aid proseslərin hansının həm tozluq kisəsi, həm də yumurtalıqda baş verə bilər? Tozluq kisəsində, həm də yumurtalıqda. Yumurtalıqda meyvə yaranır. İndi baxaq. Birinci deməli, bizə deyir ki, N-dən N-in yaranması. N-dən N-in yaranması bu əvvəlki 20-ci sınaqda da vardı buna uyğun sual. N haploid xromosom dəsti bölünərək yeni haploid yarana bilərmi? Bəli, yarana bilər. 2 ilə 2-nin yaranması bu bədən hüceyrələrində gedir və tozluq kisəsi və yumurtalıqda da bu baş verə bilir. N-dən 2-nin yaranması. N-dən 2-nin yaranması mayalanmadır. Yəni belə deyim də, yumurta hüceyrənin spermatozoidin birləşməsinin, daha doğrusu spermin birləşməsi nəticəsində ziqotun yaranmasıdır. Və bu da həm tozluqda, həm yumurtalıqda baş verənməz. Bu yumurtalıqda baş verir. Yəni rüşeym kisəsinin içərisində olur. Ona görə 3 getdi. Dördüncüdə deyir 2 ilə N-in yaranması. Bu isə nədir? 2 ilə N-in bu meyoz bölünmədir. Meyoz bölünmədə bilirik ki, cinsiyyət hüceyrələrində getdiyi üçün bəli, ola bilər. 1, 2, 4 cavabımız olacaq D variantı. Keçirəm 10-cu suala. Aşağıdakı sxemə əsasən tozlanma nəticəsində əmələ gələn toxumların genetik müxtəlifliyinin artma ardıcılığı necə olar? Uşaqlar, burada bu qaydanı mütləq yadımıza salırıq. Genetik müxtəlifliyin artma ardıcılığı deyəndə, deməli, birinci ən genetik müxtəlifliyi az olan öz-özünə tozlanmadadır. Çünki eyni bir bitkinin erkəkcik tozuğun dişicik ağzına düşür. Yəni bu öz-özünə tozlanmada genetik müxtəliflik az olur da. Çünki bir bitkinin içərisində gedir bu proses. Ona görə öz-özünə tozlanmada ən azdır. Sonra artıq biz deyirik ki, ən çox olan həşəratla tozlanmadır və deyirik ki, çarpaz tozlanmada, qısacası çarpaz tozlanmada ən çox olandır və çarpaz tozlanmanın da növü olan həşəratla tozlanmada. İndi baxarıq, deyir ki, genetik müxtəliflik artma ardıcılığı. Birinci nədir? Birinci öz-özünə tozlanmadır. Ona görə ən az olan birinci olacaq. İkinci nədir? Eyni bitki. Görürsünüz, eyni bitkidə gedir. Budaq eynidir. Yəni başlanğıc eynidir.
Yenə burada da genetik müxtəlifliyi az olacaq, amma üçüncüdə isə nə olacaq? Çarpaz tozlanma olduğu üçün bunlarda genetik müxtəliflik ən çox olacaq. Bu da 1, 2, 3 cavabımız olacaq nə? A variantı. Keçirəm deməli 10-cu suala. Düz 11-ci suala. Erkək qametləri hərəkətli olan bitkilərin. Erkək qametli hərəkətli olan deyirsə, deməli bizdən nə istəyir? Spermatozoid. Spermatozoid də hansında var uşaqlar? Mamırda var spermatozoid, qıcıda var. Sonra deyirik ki, deməli planda deyə bilərik var. Yəni bunlarda nədir? Spermatozoiddir də, sperm deyil. Sperm olur bir çırpaq toxumluda, bir də örtülü toxumluda, yəni çiçəkli bitkidə. İndi hərəkətli olan ilkin düzəltisi protal adlanır. Deməli, protal qıcıdadır. Bu da spermatozoiddir. Ona görə bir düzdür. Yəni A variantı düzdür. Kök və gövdəsi ola bilər. Baxın, kök və gövdəsi ola bilərmi? Baxaq, mamırda gövdəsi, kökü yoxdur, amma gövdəsi ilə yarpağı var. Qıcının kökü var, gövdəsi də var. Yeraltı gövdəsi var çünki. Bizdən əgər desəydi yerüstü gövdəsi ola bilər, hə, onu götürə bilməzdik bunu. Çünki yerüstü gövdə, daha doğrusu götürərdik. Çünki qıcıda yerüstü gövdə yoxdur, yeraltı gövdə var. Amma bizdən deyir gövdəsi ola bilər. Gövdəsi ola bilər deyirsə, qıcının gövdəsi var. Yəni yeraltı gövdəsi var. Ona görə bu da düzdür. Qoza və toxumu ola bilər. Qoza və toxumu çiçəkli bitki, daha doğrusu qoza çırpaq toxumlardadır. Toxum da çırpaq toxumlarda və örtülü toxumlarda olur. Qoza və toxum ikisi birlikdə deyirsə, bizdən çırpaq toxumlu deyir. Çırpaq toxumlularda spermdir, spermatozoid deyil. Ona görə cavabımız olacaq C variantı. İlkin düzəltisi proteinemi ola bilər. Proteinemi olur mamırda. Baxın, mamırda proteinemadır. Mamırda da nədir? Spermatozoiddir. 12-də qanadçıqlı meyvələrə malik bitkiləri neyin deyir, müəyyən edin. Baxaq indi, cökə ilə qovaq. Qovaqda deməli bunlar deyil. Söyüdlə qovaqda xeyir, cökə ilə görüş, bəli. Qovaqda çünki burada deyil, qovaqda ümumiyyətlə qanadçıqlı deyil. Deməli, burada deməli cökə ilə görüş, bəli. Gəlirəm növbəti 13-cü suala. 13-də nə deyir? 13-də deyir ki, tozluq kisəsi hansı rəqəmlə göstərilib? Tozluq kisəsi hansıdır uşaqlar? Baxın budur. Bu bizim tozluq kisəmizdir. Tozluq kisəsi səliqəli yazım. Bəs baxın digərləri nədir? İkinci nədir? İkinci bizim ağızlıqdır. Üçüncü nədir? Üçüncü bizim üstüncuqdur. Bitkinin üstüncuğudur. Dördüncü bu yumurtalıqdır. İndi tozluq kisəsi istədiyi üçün bizdən cavabımız nə olacaq? Birinci, bu da deməli harda var? A variantında var. Keçirəm növbəti suala. Triploid endospermə malik bitkinin. Triploid endosperm hansı bitkilərdə olur uşaqlar? Çiçəkli bitkilərdə. Çiçəkli bitkilərdə deyirik ki, endosperm triploiddir. Bəs yaxşı necə yaranır çiçəkli bitkilərdə endosperm? Endosperm belə olur, yəni triploid endosperm deməyimizə məqsəd nədir? Endosperm mərkəzi hüceyrə ilə, sadəcə qeyd edirəm, mərkəzi hüceyrə ilə yumurta, daha doğrusu spermin birləşməsindən yaranır. Mərkəzi hüceyrəmizin xromosom sayı 2N-dir. Spermimizin də xromosom sayı N olur. 2 ilə N-in cəmdə neçə eləyir? 3N. 3 bizdə tri ilə adlandırıldığı üçün biz deyirik triploid. Məsələn, biz 2N-ə deyirik diploid. N-ə deyirik nə? Haploid. Amma 3N-ə deyirik nə? Triploid nə? Endosperm. Bu iki qat maylama nəticəsində yaranır. Bir də iki qat maylamada nə olur? Yumurta hüceyrə neyinir? Spermlə birləşir. Bu yumurta hüceyrə spermlə birləşəndə də zigot yaranır.
Zigot da deməli deyirik 2 endir, yəni diploiddir. Niyə diploiddir? Çünki yumurta hüceyrəmiz haploid olur, yəni N olur. Cinsiyyət hüceyrələri yadınızda saxlayın, haploiddir. Deyirik deməli haploid olur. Sperm nədir? Haploiddir. N-lə N-in də cəmini neçə eləyir? 2N. 2 də bizdə di adlandırıldığı üçün biz bunu adlandırırıq nə? Diploid. Deməli, zigotumuz olur diploid, endospermimizdə olur nə? Triploid. Və bu hansı bitkilərdə olur? Yalnız çəşli bitkilərdə. İndi baxaq. Haploid xromosom dəstli hüceyrəsi olmaz. Baxın, haploid xromosom dəstli hüceyrəsi niyə olmasın ki? Bayaq qeyd elədiyimiz kimi cinsiyyət hüceyrəsi haploiddir. Məsələn, yumurta hüceyrə haploiddir, sperm də haploiddir. Ona görə bu nədir? Səbt. Bir toxumun əmələ gəlməsinə 4 qamet iştirak edir. Baxaq, gəlin, hansı qametlər iştirak elədi? Sperm iştirak elədi, burada da sperm iştirak elədi və yumurta hüceyrə iştirak elədi. Onda neçə dənə qamet iştirak edir? 3 dənə qamet. 3 dənə deməli qamet iştirak edir. Bizdə neçə dənə qamet deyir? 4 dənə qamet deyir. Deməli, bu da səhvdir. Çiçəklər mütləq iki cinsli olmalıdır. Yəni, belə bir qaydamız yoxdur uşaqlar ki, mütləq iki cinsli olsun da. Ona görə bu səhv. Çünki bicinsli də ola bilər. Məsələn, bicinsli nəyi misal göstərir? Tutaq ki, qağıdalıda, xiyarda, buna bicinslidir. Amma bunlarda da endosperm var da. Ona görə deməli C də səhvdir. Yumurtacıqsa yumurtalıq sayı çox ola bilər. Baxın, yumurtacıq yumurtalıqda nə zaman çox ola bilər? Yumurtacıqsa yumurtalıqdan çoxdursa, deməli bu çox toxumlu meyvədir. Və bitki də ola bilər ki, hansısa bir çiçəkçi bitkidir və bu çox toxumlu olsun. Yəni belə bir proses baş verə bilər, düzdür. Ona görə cavabımız nə olacaq? D variantı.